İyunun 29-da Naxçıvan Şəhər Saat Meydanında Naxçıvan Dövlət Universitetinin Səlcə 56-cı məzun günü keçirilib. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra universitetin son bir il ərzində əldə etdiyi uğurları, həyata keçirdiyi layihələri və yadda qalan anları əks etdirən video çarx nümayiş etdirilib. Tədbir musiqi sədaları altında universitetin müxtəlif təhsil pillələri üzrə məzunların təntənəli keçidi ilə davam edib. Hörmətli qonaqlar, əziz müəllimlər, valideynlər və bugünün əsas qəhrəmanları, hörmətli məzunlarımız. Hamınızı Naxçıvan Dövlət Universitetinin 2026-cı il məzun günündə səmimi qəlbdən salamlayır, hər birinizə xoş axşam arzulayırıq. Bugün burada yalnız bir təhsil mərhələsinin başa çatmasına deyil, həm də yeni arzuların, yeni fikirlərin və böyük hədəflərin başlanğıcını qeyd edirik. Universitetin bütün fakültələrinin, magistratura və doktorantura mərkəzinin, həmçinin Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Texniki Kollec, Musiqi Kolleci və Tibb Kollecinin, eləcə də gimnaziyanın məzunları mərasimdə iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, bu il universitet tarixində 2347 məzunla ən böyük məzun buraxılışı həyata keçirilir. Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti bugünədək 43848 məzun yetişdirib və həmin məzunlar ölkənin müxtəlif dövlət və özəl qurumlarında uğurla fəaliyyət göstərərək universiteti layiqincə təmsil edirlər. 12 minə yaxın tələbə kontingenti ilə universitetin dövlətin prioritetlərinə uyğun peşəkar kadr hazırlığına uğurla davam etdirdiyi vurğulanıb. Çıxışında ümumli lider Heydər Əliyevin təhsilə və gənclərə göstərdiyi xüsusi diqqət və qayğının bu gündə uğurla davam etdirildiyini vurğulayan rektor, cənab prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək etimadın onların üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. Elbrus İsayev məzunların qazandıqları bilik və bacarıqlarla dövlətimizin inkişafına layiqli töhfələr verəcəklərindən əminliyini ifadə edib. Məzun günü ənənəsi universitetimizin tarixinə yazılıb. Bu il biz yenə rekordu təzələyərək daha geniş məzun sayı ilə tariximizi təzələyirik. Bu il biz 2347 nəfər məzun veririk və universitetimizin tarixində ilk böyük məzun rəqəmidir. Və bu günə qədər də qeyd edeyim ki, Naxçıvan Dövlət Universiteti 43848 nəfər məzun verib. Və bu məzunlar bugün ölkəmizin və Respublikamızın müxtəlif dövlət özəl təşkilatlarında öz bacarıqlarını, biliklərini yüksək səviyyədə nümayiş elətdirməklə Naxçıvan Dövlət Universitetini qürurlandırırlar, şərəfləndirirlər. Və çox şadıq ki, bugün Respublikamızın ən böyük ali təhsil, ölkəmizin ən böyük qabaqcıl ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universiteti günü-gündən genişlənir. 12 min nəfərə yaxın tələbə kontingenti ilə Naxçıvan Dövlət Universiteti gələcəyin bacarıqlı, istedadlı, dövlətimizin qarşımıza qoyduğu tələblərə uyğun kadr hazırlığı işini davam elətdirir. Və bu işdə əməyi olan bütün professor müəllim heyətinə öz təşəkkürümü bildirirəm. Bizi seçən tələbələrimizə, bizlə bərabər addımlayan tələbələrimizə, məzunlarımıza uğurlar arzulayıram, onların yolları açıq olsun. Bu təhsil yolunda bizə daim dəstək olan valideynlərə, bizə etimad göstərən ailələrə öz təşəkkürümü bildirirəm ki, Naxçıvan Dövlət Universitetini seçiblər, Naxçıvan Dövlət Universitetinin uğurlarına seviniblər və bu məzunlarımız əminəm ki, bu illərdə əldə etdikləri bacarıqlarla dövlətimizin qarşımızda qoyduğu tələblərə cavab verəcək kadr kimi öz sahələrində uğurlar qazanacaqlar. Bütün məzunlarımıza uğurlar, can sağlığı arzulayıram. Müzəffər ordumuzun, müzəffər ali baş komandanımızın döyüş meydanında qazandığı qələbələri mən təhsil mühitində və karyeralarında bu məzunlarımıza arzulayıram. Və əminəm ki, ölkə prezidentinin bizə göstərilən etimadı gənclərimiz dərindən başa düşür. Bu məsuliyyətli işin öhdəsindən uğurla gəlməyə çalışırlar. Bu yolda hər kəsə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Məzun gününüz mübarək olsun.
Daha sonra Naxçıvan Dövlət Universitetinin fəxri məzunu, tarix üzrə fəlsəfə doktoru Dosent Bəhlul İbrahimli çıxış edərək bildirib ki, bugün Naxçıvan Dövlət Universiteti beynəlxalq səviyyədə nüfuz qazanan ali təhsil müəssisəsinə çevrilib. Universitetin son illərdə əldə etdiyi uğurları yüksək qiymətləndirən fəxri məzun bu inkişafın hər bir məzun üçün qürur verici olduğunu vurğulayıb. Universitetin xarici məzunları adından Tibb Fakültəsinin məzunu Sayın Buse Güvən və bütün tələbələr adından Naxçıvan Dövlət Universitetinin Heydər Əliyev adına təqaüdçüsü, Tarix Filologiya Fakültəsinin məzunu Əziz Vəliyev çıxış edərək tələbəlik illərinin xatirələrini bölüşüb, yaradılan imkanlara, keyfiyyətli təhsilə görə Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və bütün professor müəllim heyətinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə ümumi orta müvəffəqiyyət göstəricisinə görə fakültə birincilərinə və tələbə təşkilatlarında xüsusi fəallığı ilə seçilən məzunlara təşəkkür plaketləri təqdim olunub. Diqqət meydançamızın mərkəzinə. Məzun günü atəşfəşanlıq və Murad Arif ilə Miri Yusifin iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib.